Aziz izleyiciler, 5'i 10. ay 2025. yıl. Bu gittiğimiz yol Tərtər Ağdərə yoludur. Bax indi Tərtər istiqamətindən Ağdərəyə gedirik. Həddindən artıq çox narahatdır. Çox narahat. Maşın deməli, maşınla da getmək olmur. Maşının biz bu saatler hal-hazırda 10'la gedirik. Yani maşın sürmək olmur bu yolda. Buradan da Ağdərəyə hardasa bir 18 kilometre var. Gel yol şey demem ben burada. 18 kilometre var. Kardeş, indi Allah'a şükür torpaqlarımız da azad oldu. Vatandaşlarımız yavaş yavaş qayıdır öz məmləkətinə, yerine, yurduna. İndi dönsər, de o Vəngə köç oldu, getdilər. Bugün səhər Çıldırana köç olacaq. O aşağı Orataq kəndinə köç olacaq. Bu cəmaət nətər gedəcək buradan? Bana çox təəccüblüdür ki, yani bu yollar, buna bax, yollar gör nə gündədir, nə gündədir. Bax, maşın sürmək olmur. Ay adiyyatı qurumlar, bu cəmaatı köçürürsünüz. Köçürürsünüz. Şükür Allah, sevindik ki köçür. Bax, bu yolla nətər gedəcək bu cəmaat? Ancaq bəlkə bura at arabası ilə zanla gedələr. Yoxsa çox çətin məsələdir. Əziz izləyicilər. Bax. Görün, yolun günün görün. Arada Tərtər istiqamətində biz Ağdərəyə gedirik. Ağdərə rayonuna. Allah'ın olsun getmək mümkün deyil ha. Yol çox bərbad vəziyyətdədir. Çox bərbad vəziyyətdə. Bana deyil, mənim çəkib göstərmək məndən, yolla təmir eləmək adiyyətin qurumların işidir. Ne diyeyim ben? Sağ olun, var olun.